Bismillah, elhamdülillah və salatu və selamu alə Rasulillah. Esselamu aleykum mühtərəm müsəlmanlar, əziz izləyicilər. Bildiyimiz kimi Qurban bayramı yaxınlaşır. Buna görə də danışmaq istədiyim mövzu qurbanlıq haqqındadır. Allah subhanahu və teala Quran-ı Kərimdə belə buyurur. Biz hər bir ümmətə qurbangah müəyyən etdik ki, Allahın onlara ruzi olaraq verdiyi heyvanları qurban kəsərkən Allahın adını çəksinlər. Yəni, Bismillah desinlər. Qurban yaxınlaşmaq deməkdir. Qurban kəsmək, yəni Allaha yaxınlaşmaq üçün yerinə yetirdiyimiz bir ibadət növüdür. Bu ibadətin də qəbul olunması üçün öz şərtləri təyin olunmuş heyvanlar, təyin olunmuş yaşlarda olmalıdır. Yəni, dəvə 5 yaşını tamamlamalı, 6-cı yaşa keçməli, inək və ya mal, dana 2 yaşını tamamlamalı, 3-cü yaşına keçməli, keçi 1 yaşını tamamlamalı, 2-ci yaşına keçməli, qoyun 6 ayını tamamlamalı, 7-ci aya keçməlidir. Yəni, qurban kəsdiyimiz heyvan Allah qatında qəbul olunmasını, bu ibadətin qəbul olunmasını istəyiriksə, yaş məsələsinə çox diqqət yetirməliyik. Yəni, bu yaşdan aşağı, bu yaşdan kiçik olmamalıdır. Həmçinin, Peyğəmbər sallallahu aleyhi və səlləm qurbanlığa yaramayan heyvan növlərini sadalayaraq belə buyurur. 4 cür heyvan qurbanlığa yaramaz. Açıq-aşkar bir gözü kör olan və ya 2 gözü kör olan, həmçinin xəstəliyi açıq-aşkar olan, həmçinin axsaqlığı bilinən və ayağı sınıb, ağlını itirib gəzə bilməyən heyvan. Bunlar qurbanlığa yaramır. Yəni, bunlara da diqqət yetirməliyik. Bu eyiblərdən kəsəcəyimiz heyvanlar uzaq olmalıdır. Həmçinin kəsəcəyimiz qurbanların vaxtına da diqqət yetirməliyik. Peyğəmbər sallallahu aleyhi və səlləm bu barədə belə buyurur. Kim bayram namazından öncə heyvan kəsərsə, onun kəsdiyi adi halda yemək üçün kəsdiyi ətdir. Kim bayram namazından sonra kəsərsə, onun kəsdiyi qurbandır və müsəlmanların sünnəsinə uyğun hərəkət etmiş olur deyə buyurur Peyğəmbər sallallahu aleyhi və səlləm. Ona görə də kəsəcəyimiz qurbanların yaşına diqqət yetirməliyik və həmçinin kəsərkən bayram namazından sonra mütləq və mütləq o vaxtı gözləməli, bayram namazından sonra kəsməliyik ki, Allah qatında bu ibadətimiz qəbul edilsin və savab qazanmağa nail olaq.